Salam dəyərli şagirdlər. Bu gün biz 8-ci sinif kimya dərsliyində 6.5 duzların alınması mövzusunun başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə öyrəndilərin tətbiqinə baxaq. Kalsium ilə kükürddən kalsium esoz duzunun alınması üçün addımları müəyyənləşdirin və baş verən reaksiyaların tənliklərini tərtib edin. Gəlin tərtib edək uşaqlar. Təbii ki, kalsium ilə kükürddən biz birbaşa kalsium esozu ala bilmərik. Bunun üçün biz bir neçə mərhələli reaksiya yazmalıyıq. Birinci mərhələdə kükürdün oksigenlə reaksiyası nəticəsində alınır SO2, yəni kükürd 4 oksid. Daha sonra kalsium oksigenlə reaksiyaya daxil olur, alınır kalsium oksid. Sonda isə kalsium oksidi ilə SO2-nin reaksiyası nəticəsində alınacaq kalsium SO3. Bu reaksiya 3 mərhələdə baş verəcək. İkinci suala baxaq. Metalların duz məhlulları ilə reaksiyaları oksidləşmə reduksiya reaksiyalarıdırmı? Cavabınızı əsaslandırın. Uşaqlar, mövzunu öyrənərkən qeyd elədik ki, metalların aktivlik sırasında hər bir metal özündən sonra yerləşən metalları onların duzlarının məhlullarından çıxardırdı. Məsələn, misal yazıram. Maqnezium üzərinə gəlinsin alüminium klorid. Neyinir uşaqlar? Maqnezium alüminiumdan əvvəldə yerləşir. Buna görə də reaksiya gedəcək. Reaksiya nəticəsində alınacaq maqnezium xlor üzərinə gəlinsin alüminium. Biz görürük ki, uşaqlar, bəsit maddələr var və reaksiyada bəsit maddələr varsa, təbii ki, biz bunu oksidləşmə reduksiya reaksiyası kimi götürə bilirdik. Gəlin ümumiyyətlə baxaq. Maqneziumun özü sərbəst halda 0, alüminium da 0-dır. Alüminium xloriddə xlor -1, alüminium -3, maqnezium xlor 2-də xlor -1, maqnezium -2-dir. Biz görürük ki, maqnezium 0-dan maqnezium -2-yə gəlib. Düzdürmü uşaqlar? Biraz balacalaşdırım. Maqnezium neyinibdir? Oksidləşibdir. Burada da alüminium 0-dan alüminium -3-ə gəlibdir. Bu da 3 elektron oldu. Buradan da görürük ki, alüminium reduksiya olunub. Yəni, maqnezium oksidləşdi. Alüminium isə reduksiya olunub. Biz də demişdik ki, oksidləşmə və yaxud da reduksiya olunma varsa, bu reaksiya oksidləşmə reduksiya reaksiyası olacaq. İkinci sualda öyrəndilərinizi yoxlayına baxaq. Aşağıdakı hansı maddələrdən istifadə etməklə duzlar almaq olar? Reaksiyaların tənliklərini tərtib edin. Gəlin baxaq uşaqlar. Bizə verib kalium hidroksid, yəni istəyirsiniz yazaq burada kalium OH. Hətta burada da yaza bilərik. Burada biraz böyüdək. Bizə verib kalium OH, daha sonra verib xlorid turşusu, yəni H-xlor, sink verib, mis-2 nitrat verib, kuprum NO3 2 dəfə, maqnezium oksid verib, alüminium oksid verib. İndi reaksiya tənlikləri yazmalıyıq uşaqlar. Gəlin yazaq. Çoxlu nümunələr verə bilərik biz buna. Birinci yazıram. Məsələn, kalium hidroksid ilə hidrogen xlorid arasında olan reaksiya. Yəni, əsas ilə turşu arasında gedən reaksiya neytrallaşma reaksiyası idi. Duz və suyun alınması ilə gedirdi. Reaksiyanı yazsaq. Kalium OH üzərinə gəlsin H-xlor, alınır kalium xlor, üzərinə gəlsin su. İkincidə, məsələn, biz görürük ki, maqneziumu əsası oksiddir, H-xlor turşu oksididir. Əsası oksidi ilə turşu oksid arasında gedən reaksiyadır. Maqneziumu üzərinə gəlsin H-xlor, reaksiya nəticəsində alınır maqnezium xlor 2, yəni duz, üzərinə gəlsin su. Daha sonra biz nə yaza bilərik? Biz görürük ki, burada sink var, xlorid turşusu var. Gəlin o reaksiyanı da yazaq. Sink, yəni metal, üzərinə gəlsin turşu, H-xlor, reaksiya nəticəsində alınır sink xlor 2, üzərinə gəlinsin hidrogen. Düzdürmü uşaqlar? Daha sonra biz sinklə kalium hidroksidin də reaksiyasını yaza bilərik. Metalla əsas arasında gedən reaksiya nəticəsində baxın, alınır kalium 2 sink O2, üzərinə gəlinsin hidrogen. Daha sonra biz
nə reaksiyasına baxa bilərik? Biz burada alüminium oksidi görürük. Alüminium oksidlə biz turşunu da reaksiya apara bilərik. Alüminium oksidlə əsasın da reaksiyasını yaza bilərik. Gəlin yazaq uşaqlar. Alüminium 2O3 amfoter oksiddir təbii ki. Amfoter oksidin üzərinə turşunu gəlirəm. H-xlorla reaksiyası nəticəsində alıram alüminium xlorid. Alüminium xlorid üzərinə gəlsin su. Bir dəqiqə uşaqlar yaxşı yazmadı. Üzərinə gəlsin su. Ondan sonra amfoter oksidin, yəni alüminium 2O3-ün kalium OH ilə reaksiyası nəticəsində isə alırıq kalium, alüminium O2 üzərinə gəlsin su. Daha sonra baxaq görək nə reaksiyaları var burada. Başqa nə yaza bilərik? Xloridlə yazdım, kalium OH-la yazdım. Aha, uşaqlar, kalium OH-la kupr NO2 dəfənin də reaksiyasını yaza bilərik. Mübadilə reaksiyası baş verirdi. Baxın, kalium OH üzərinə gəlinsin. Kuprum NO3 2 dəfə. Reaksiya nəticəsində alınır. Kuprum OH2. Nə uşaqlar? Kuprum OH2 nə idi? Mavi rəngli çöküntü idi. Kuprum OH2 çöküntüsü üzərinə gəlinsin. Kalium NO3. Üzərinə gəlsin. Kalium NO3. Daha sonra biz aktivlik sırasında, baxın orada uşaqlar, aktivlik sırasında sink neynirdi? Misdən əvvəldə yerləşir. Əvvəldə yerləşdiyinə görə onu sıxışdırıb çıxardacaq. Sink üzərinə gəlinsin. Kuprum NO3 2 dəfə. Reaksiya nəticəsində alınır. Sink NO3 2 dəfə. Üzərinə gəlinsin kuprum. Daha sonra baxsaq, sinki yazdıq. Baxım görün başqa nə qalır. Maqnezium oksidlə reaksiyaları yazdıqmı? Maqnezium oksidlə bəli, hidrogen xloridi yazdım. Gördüklərim bu qədərdir uşaqlar. Ümid edirəm ki, bütün hər biri sizə aydın oldu. Daha sonra gəlin ikinci sualda baxaq. Bununla da mövzumuzun izahını yekunlaşdıraq. Aşağıdakı maddələr arasında baş verən reaksiya tənliklərini tərtib edin. Reaksiyanın əlamətlərini qeyd edin. Gəlin yazaq uşaqlar. Bizə verib maqnezium üzərinə gəlsin. Duru sulfat turşusu. Uşaqlar, maqnezium üzərinə gəlinsin. Heç maqnezium oxşamadı. Bir dəqiqə. Aha, maqnezium üzərinə gəlinsin. Duru sulfat turşusu H2SO4 ilə reaksiyaya daxil olur uşaqlar. Nə alınırdı? Maqnezium SO4 üzərinə gəlinsin hidrogen. Yəni hidrogen qazının ayrılması ilə bu reaksiya baş verirdi. Reaksiyanın əlaməti hidrogen qazının ayrılması ilə baş verməsidir. İkincidə bizə verib alüminium üzərinə gəlsin dəmir 2 sulfat, yəni feryum SO4 reaksiyaya daxil olur uşaqlar. Reaksiya nəticəsində alınacaq alüminium neynir uşaqlar? Dəmirdən əvvəl yerləşir. Buna görə də onu sıxışdırıb çıxara bilir. Alınır alüminium 2SO4 3 dəfə. Üzərinə gəlsin dəmir. Üçüncü suala baxaq. Daha doğrusu üçüncü nümunəyə baxaq. Kalsium hidroksid məhlulu və nitrat turşusu məhlulu. Kalsium hidroksid uşaqlar necə yazılır? Kalsium OH2 üzərinə gəlinsin. Verib bizə nitrat turşusu, yəni HNO3 ilə reaksiyaya daxil olur. Reaksiya nəticəsində nə alınacaq? Alınacaq kalsium NO3 2 dəfə. Üzərinə gəlsin su. Uşaqlar, bu niyə belə oldu? Çünki əsas ilə turşu arasında gedən reaksiya neytrallaşma reaksiyası idi. Duz və suyun alınması ilə reaksiya tamamlanırdı. Barium xlorid məhlulu ilə natrium sulfat. Barium xlorid, barium xlor 2, natrium sulfat, yəni natrium SO4. Reaksiya nəticəsində alınacaq nə? Barium SO4, ağ rəngli çöküntü. Üzərinə gəlsin 2 natrium xlor. Ağ rəngli çöküntünün alınması ilə getdi bu reaksiyada uşaqlar. 5-ci. Ammonium xlorid məhlulu, yəni NH4 xlor. Üzərinə gəlinsin. Gümüş nitrat məhlulu, argentum NO3. Reaksiya nəticəsində alınacaq argentum xlor, ağ rəngli çöküntü. Üzərinə gəlinsin NH4 NO3. NH4 NO3. Daha sonra uşaqlar
bizə verib. 6-cıda mis 2 xlorid məhlulu, yəni kuprum xlor 2 üzərinə gəlinsin. Kalium hidroksid məhlulu kalium OH ilə reaksiyaya daxil olacaq. Reaksiya nəticəsində alınacaq kuprum OH2 töküntüsü üzərinə gəlinsin 2 kalium xlor. Düzdürmü uşaqlar? Bu da çöküntünün alınması ilə reaksiyasıdır. Çöküntünün alınması ilə baş verən reaksiya oldu. 7-cidə də baxsaq, kalium hidroksid, kalium OH üzərinə gəlinsin, duru sulfat turşusu. Turşu ilə əsas arasında gedən reaksiyadır. Neytrallaşma reaksiyası nəticəsində alınır duz və su. Yəni, kalium 2SO4 üzərinə gəlinsin, suyu almış olduq. Reaksiya tənliklərimiz də belə baş verdi uşaqlar. Demək olar ki, reaksiya tənliklərində olan əlamətlər bizdən soruşursa, hidrogen qazının ayrılması ilə baş verdi, neytrallaşma reaksiyalarının baş verməsi, çöküntünün əmələ gəlməsi ilə baş verən reaksiyaların hər birini biz reaksiyanın əlamətləri olaraq qeyd edə bilərik. Ümid edirəm ki, izahım aydın oldu uşaqlar. Aydın olmayan hissələri rəy bölməsində qeyd edə bilərsiniz. Yenidən orada izah verə bilərəm sizə uşaqlar. Kanala dəstək olmaq üçün abunə olmağı, rəy yazmağı, videonu bəyənməyi unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.